Məncə İsrailin bu hərəkətə bu son fəaliyyəti özəlliklə Rıza Pəhləvi məsələsində israrı hərəkətə böyük ziyan vurdu. Deyim niyə? Onların o muzurları filanları var. Televiziyada filanlarda danışdırırlar, göstərirlər. Bu heç də, əvvəldən mən onu deyim, yəni bu etirazçıların doğru, düzgün, haqlı bir yolda yürüməklərini, getməklərini inkar etmir. Amma bu xarici ölkələrin adamları da dediyim kimi var. Bir halda ki 47 il mərk bər Amerika deyəsən, Amerikaya ölüm deyəsən, İsrail'e deyəsən sizi dənizə atacağım, onlar da təbii hazırlaşacaqlar. Keçən ilki hadisələr göstərdi ki, İsrail dövlətinin daha dəqiq desək, İranda çox böyük bir casus şəbəkəsi var. Əks təqdirdə ən həssas nöqtələrdə olan bu əskərləri, yəni bu komanda heyətini vura bilməzdi. Əks təqdirdə o Həmasın o liderini prezident iqamətinin yanında qətlə yetirdə bilməzdi. O casuslar şəbəkəsinin hesabına edir. Əks təqdirdə bu nüvə araşdırmalarıyla məşğul olan bu elm adamlarını öldürə bilməzdi. O təbiidir. Amma bunu bəhanə kimi istifadə edib, üstə gəl. Baxın, son hadisələrdə nə oldu? Çox dramatik bir məsələ. Məscidləri yandırdılar. Bəli. 83 ya 87 məscid yandırılır bu neçə gündə. Bəli. Əlbəttə ki, siyasi İslama bir nifrət var. Söhbət müsəlman əhalinin İslama münasibətindən getmir. Yəni, normal. Get ibadətini elə. Bilməm, şəxsi yəni bir məsələ kimi yanaşırsansa heç bir problem yoxdur. Siyasi İslama onların nifrəti var. Məscidi yandırmaq sıradan bir hadisə deyil. Bu həm hərəkatın, indi əlbəttə ki, onun detallarını biz bilmirik, yanında olmamışıq. Hələ çox az bir müddət keçib və şahidlərin, sonra oradakı jurnalistlər onsuz da oradadır və hər gün də yazırlar. İnformasiya agentliklərinin nümayəndələri oradadır, hər gün də yazırlar və öz kanallarından göndərirlər xaricə. Bu detalları biz dəqiq bilmirik. Amma mənə elə gəlir ki, burada da xarici güclərin əli var. İndi gəldik dedim ki, bəs hərəkata daha çox ziyan vurdu. İsrailin bu israrı. Bu arada bilmirəm, soruşacaqsınızsa o soruya qalsın, amma mənə elə gəlir ki... Soruşmadan özünüz deyil, Nəsib bəy. Yaxşı. Rıza Pəhləvi məsələsində israrları heç anlaşılan deyil. Üstə gəl Persian people deyil ikidə bir, o Netanyahu, o cəllad. Və güya ki, İran bir farslardan ibarət tək millətli bir ölkəymiş. Və bunların o zəif tərəfidir. Hər iki xalq tarixinə kilitlənmiş və tarixinlə düşünən, onun əsrinə çevrilmiş xalqdır. Farslar da elədi, Yahudilər də elədi. Və bunların xatirində qalıb, yəni o Əhəmənilər filan dövründə bunların xilas olunması filan, sonra Farsları 79-a qədər ki bir dövrdə ən yaxın müttəfiqi saydıqları bir dönəm var idi. Yadınıza gəlir, Şah dönəmi, Məhəmməd Rıza Şahın dönəmində çox yaxın münasibətləri var. Və bir adamın ki, ölkə daxilində, Rıza Pəhləvini nəzərdə tuturam, nüfuzu, reytingi çox aşağıdır. Və bunu özləri də bilirlər, bayaq da bilməlidirlər. Bunu israr eləyib, İran əhalisinə, bütöv İran əhalisinə impoza eləmək, onu o sırmaq, yəni ağıl dışı bir şey. Amma Nəsib bəy, mən icazə verin bir məsələdə sizə oponentlik eləyim. Əslində baxanda o ölkələrdə, hansı ölkələrdə ki, xarici, xüsusilə böyük dövlətlərin maraqları var, onlar əsasən ora
fərsiz adamların, belə Rıza Pəhləvi kimi adamların gətirib rəhbər təyin olunmasına çalışırlar. Hər zaman ki, istədiklərini alsınlar ondan və onlar gəlsin. Biz ona görə, məsələn, Azərbaycanda bu mübarizə aparan insanlar onu deyir ki, xalq özü seçsin, gətirsin, qoysun ki, başqa dövlətlər bunu eləyə bilməsinlər. Xalq özü seçsin, özü istəyəndə götürsün, kənara qoysun, başqa çox xalqın maraqlarına xidmət edir. Amma hal-hazırda Rıza Pəhləvi nə qədər zəif adam olsa, bir o qədər xarici qüvvələrə sərf edir. Onu da gətirə bilərlər. Yəni bu da qaçılmaz bir vəziyyət. Baxın, gətirə bilərlər, haqlısınız, amma saxlaya bilməzlər hakimiyyətdə. Onu bir kukla kimi istifadə edə bilərlər və uzun müddət o bir birləşdirici element olaraq, ünsür olaraq gətirsinlər ki, İran bölünməsin. Yəni xalqı xoşbəxt eləmək üçün gələ bilməz. Əlbəttə, bir kukla kimi istifadə edə bilərlər, amma ondan o yana gedə bilməz. Və onu gətirməyin özü belə böyük bir problem. Ehtimal yüksək deyil, amma var. Razıyam. Yəni, deyək ki, belə bir variant deyək. İranın əski avarları var da, o dondurulmuş pulları var, vəsaitləri var Amerikada. Onu elan edirlər ki, Rıza ilə bir yerdə sizə təhvil verəcək, sizin iqtisadi vəziyyətinizi belə düzəldəcək, elə düzəldəcək və insanları aldada bilərlər. Amma bu Pəhləvi rejiminin özəlliklə qeyri-farslara vurduğu ziyan, onların milli kimliyinə, onların iqtisadi vəziyyətinə və s. və ilə axırı unudulmuyor. Üstündən 47 il keçib, doğrudur, yeni bir nəsil yaranıb, amma həmin yaşlı nəsil ölməyib, qalır və onun gətirməkləri çox çətin bir məsələ. İkinci, son dərəcə maraqlı bir məsələ. Nədən? Və Trump'ın da görürsünüz, bir yaxşı oğlandır, amma məncə o birliyi təmin edə bilməz. Ona deyirlər ki... Hər gün əlaqəm var deyir. Çox maraqlı. Hər gün əlaqəm var deyir. Bu təzyiq göstərir. Həm İrandakı bu rejim başçılarına təzyiqdir. İki, onlara güya ki ruh verir. Yəni o etirazçılara filanlara ruh verir. Amma gəlin bir baxaq. Burada iki məqam mənim diqqətimi çəkir. Niyə ölkədə legitim bir hakimiyyətin nümayəndəsi olan, başı olan prezidentlə əlaqə saxlamırsa? Amma əlaqə saxlanır. Yəni Amerika mənə elə gəlir ki, enində sonunda, əlbəttə proqnoz vermək çox çətin. Hər gün də dəyişir vəziyyət. Eləmi? Və qərarı biz vermirik. Ki, deyək ki, mütləq belə olacaq. Yox, məntiqlə düşünürük ki, bu gedişatın seçimlərdən birisi də bu ola bilər. Hansı yolu seçəcəklər? Enində sonunda mənə elə gəlir ki, yeganə legitim, deməli, hakimiyyətin legitim nümayəndəsi olan prezidentlə indi danışıqlar aparırlar. O Vitkov zəng eləyib, bir tərəfdən ondan görüşür Rıza Pəhləvini, o bir tərəfdən bunun adamlarıyla danışır. Əsas orada alver məsələsidir. Alver də nədən ibarətdir? Nüvə silahı araşdırmaların taleyi necə olacaq? Raket istehsalı və s. məsələ necə olacaq? Sonra neft kontraktları filanla bağlı. Üstəgəl bu xaricdəki bunların əl-altı qüvvələrinin taleyi necə olur? Bunlara kim ki daha ciddi güzəştlər vəd eləyəcəksə, onun üstündə duracaqlar.